dersler, belə geçir günlerimiz. Bize deyirdiler ki gece gündüz ders okuyor. Onda qərar verdik ki qrup yaradaq da oxuyaq. Həyat bax budur, düşünsənə bir anlıq, bu bir oyundur. Adıdaki cavan, adıdaki cavanlıq. Həyat bax budur, düşünsənə bir anlıq, bu bir oyundur. Adıdaki cavan, adıdaki cavanlıq. Hey qardaş görək nə oldu? Atan çıktı səni. Nə ilə döyür? Bir dəqiqə yanında nə döymək? Atam mənə ümumiyyətlə heç vaxt əl qaldırmayıb. Heç vaxt. Uşaqlıqda da yavaş da vurmuyor. Dedim yox da. Xoşbəxt adamsan Elqar. Mən bilsən nə qədər çiliyiblər. Hiss oldu. Yaxşı deyil qardaş. Yəni elə şey olar ki, ata öz övladını bircə dəfə olsun döyməsin. Onlar da atam deyir ki, bu onun həyat konsepsiyasına ziddir. Yəni məni vurmuyub. Ən yaxşısı elə vuraydı. Mən də özümü uşaq kimi hiss eləyərdim. Hə, bəsdir də. Yenə başladın da. Mənim heç vaxt dostum olmayıbdı. Mən yazıq uşaqlıqdan yağ bal içində üzürəm. Mən bədbəxt həmişə pulla oynamışam. Mən yetimin erkəyi olub. Bəs də. Siz nə biləsiz bu nə deməkdir? Siz nə bilirsiniz? Hardan bilirsiniz? Doğrudan elə qab bəsdir ala. Ondan sonra danış görüm atom bizim oğurluq eləməyimizi biləndə nə deyir? Nə? Oğurluq? Mən düz başa düşdüm. Kızım çekilmez o tarafa. Məni fırladırsınız. Buna bax. Uşaq nə bilir ki oğurluq nədir? Bir də sizin ağzınızdan sütüyü gəlir. Mən əsl oğurluğu deyirəm. Əbdurrahman müəllim, əsl oğurluq necə olur? Qoy cəhənnəm olsun da nə iş var? Bir dəqiqə sus da Sevinç, mən də maraqlıdır. Ay sağ ol. Buna bax. Sevinç. Ülkə də sənin kimi fikirləşir elə. Sağ ol Laykə. Bilmək istəyir əsl oğurluq nədir? Sağ ol sən. Əsl oğurluq sənətdir. Mən deyərdim ki, incə sənətdir. Bəli. Onun peşəkarları var. Onun ustadları var. Onun karifeyləri var. Xalq artistləri də var. Nə? Xalq artistləri. Ada, onun beynəlxalq artistləri var. Ha? Bax, Krisa Natiqi tanıyırdım. Eşitmisin? Yox. Bilirsən nə oğlu idi? Adından da bəllidir. Ha, lağ eləmə da. Lağ eləmə, əyib sənin üçün. Hə, buna bax. Krisa Natiq. Sənin kimləri gəlib salam verirdi. Gedəndən sonra görürdün ki, lümlüt qalmısan. Vay atonla. O təmiz izvraşenli olub ki. Hə? Nə olub? Nə dedin? Bir də təkrar elə. İzvraşenli. Qardaş, bu nə söz dedi? Yaxşı söz idi, pis söz idi. Hə, ondan olub. Ay sağ ol. Sonra Kamtak Bahadur vardı, Kamtak Bahadur. Bilirsən nə edirdi? Bir barmağı ilə maşını xodlayırdı. Hələ mən sizə danışıram, bu Meyit Sabir. Meyit Sabir. O nə edirdi? Ölüləri soyurdu. Yox Deməli, qəbristanlıqda ki qaranlıq düşdü, qəbirlərin üstündəki gülləri hopdum götürürdü, qoyurdu qutulara, göndərirdi təyyarə ilə Rəsiya satdığa. Xəngəl mi sana demirəm elə? O nə oğurluq deyirlər? O heç nə uğramırdı. O 28-də ləzzətli xəngəl verirdi. Niyə dedim bəs? Elə belə də söz gəlişi dedim də onda. Deməli, bu oğurların şahı 2 nəfərdir. Mənim dayım oğlanları. Qızıl xırdalıyırsan, ağsaqqal. Sağ ol, sən çörək taparsan. Deməli, biri Zəncir Mecnunu idi. O biri də Buldog Rasim. Aycan, bax o əsl oğratdır. Yox, bunu saxlayın.
Ay sağ ol. Deməli, bu buldog Rasim vardı. Buldog deyirəm, sənə bax belə idi bunlar. O bir söyləsə oxşur ha. Ay sağ ol, dayım oğlu da oxşayacaq da. Deməli, bu zəncir Mecnun bağlayırdı zənciri buldog Rasimə, getirirdi zoo mağazinə. Hə, təhvil verirdi bunu 2 küçədən tapmışam, buldogu da. Hə. Bu da nə edirdi? Otururdu zoo mağazində, sonra bir dənə alıcı gəlirdi it almağa. Alırdı bu buldogu, buldog da bahalı itdi. Hə, alırdı bunu, aparırdı öyünə ki öyünü qorusun. Rasim de bir gün, 2 gün qalırdı orada, sonra bunun öyün yığış eləyirdi, çıxırdı arada. Ay can, oğullar olur. Bizim de harada da orası? Alik dərdimi təzələmə. Rasimi vurdular. Kim, polislər? Yox. İt vuranlar. Uşaqlar, madam ki hər şey yaxşıdır, onda icazə verin biz gedək. Hə, duraq. Qorxuram ki, çox hörmətli Əbdülrəhman müəllimin Oğruların Bəşər tarixindəki mühüm rolu adlı leksiyası bizə çox pis təsir eləsin və bizi pis yola Dur, aparsın. gel. Ay. Get oğlum. Hara koydular bu yemeği? Nə deyirsən, dedin ha, amma bu oğla yaxından danışma. Mənim kriminal aləmə heç vaxt marağım olmuyub. Hə, oğru həyatı başdan ayağa romantikadır. Hər gün təhlükə, risk, dava-dalaş, əsl kişi həyatıdır. Sən cəmində əsl oğru görmüsən. Görməmişəm amma əsl oğrunun bizim evinə günə qoyduğunu görürəm. Buraları kim bu günə qoyub? Sənin o həsəd apardığın oğrular. Keçdən nə deyəmsən? Tərpənmə. Niyə? Bəlkə evdədirlər ha? Evdədirlər, çəkəcəm onun ağzından burunda. Deyən. İndi niyə? Maddi sübutları məhv edə bilərik. Nəyi? Maddi sübutlarda izləri, ayaq izləri. Deyirəm, bəlkə polisə zəng vuraq, ha? İşvərənlik eləmə, ha. Anlamışıq ki, hündərlə eləyərəm deyəm. Kim var burada? Hey! Biz çoxuq. 60 nəfəri. Hamımızda da Uzi avtomatları var. Aa, kişisiz,
Gəlin qabaq-qabağa vuruşaq da. Kim Alikin yumruğunda adına birinci baxmaq istəyir? Gəlin də. Ali. Deyəsən heç kim yoxdur ha? Keç axtarıq otağa görək nə var nə yox. Keç, qorxma buradayam. Qorxma, gel. Gəl. Ne üçün qoyublar ala buraları? Evinə qoyublar ha. Ayda, olaydılar daha burada. Salardım. Aaa! Cebimin altına var. Ay Ali. Onlar qayıtmazlar ha. Kriminalistika kitabında oxumuşam ki, cinayətkar həmişə cinayət etdiyi yerə qayıdır. Sən qaydardın. Mən benim oğruyam. Oğru olsaydım bəlkə də qayıdardım. Nə bileyim. Eşitdin? Qayıtdılar. Aha, kişi ola, qorxma. Ölməmişəm ki, yaxşı, qorxma. Gəl qapını aç. Qapı açıq da ha. Hərəyim. Gəl! Gəlin! Gəlin niyə? Bəlkə çoxdular. Lala, qapını aç açıq qoymusun. İlqar. Nə günə qoyublar ev bizi? Hə, oğru girib evimizə. Evi yığıb aparıblar. Ha, dəlisiniz siz. Nəyiniz var ama nəyinizə oğrunu baxarsınız. Baxın bəlkə oğrunun yazığı gəlib nəsə qoyub siz üçün. Zarafatın yeri idi də. Yaxşı, incinməyin. Baxmısınız nəyinizə oğurluyub? Yo. Baxın da. Mənim mənşəm yerindədir. Mənim də bəs onda qəribə dolar nə aparıblar? Nəyiniz var idi? Qırqızıl, ya pul, nə bilim, bəlkə antikvar əşya. Orxan! Antikvar dedi Orxan yadıma düşdü. Doğrudan hə? Yazığın əllərdə gipslədi, müqavimət göstərə bilməyib. Ax! Ki, Orxanın əlləri gipsdə olmasaydı kimə müqavimət göstərəcəkdi? Kimə lazımdır axı Orxan? Uşaqlar, son zamanlar eşitmişəm ki, orqan mafiyası yaman aktivləşib. Aycan? Orqan mafiyası İtaliyada belə bir mafiya var. Adamı oğurlayırlar, orqanlarını satırlar qara bazarda. Orxan gözüm doğrayır ha! Sizdə zırıllama ya. Ses gəlir oradan. Deməli, plan belədir. Birinci sən sağdan tullansan ayaqlarından tutursan yaxşı. Sən də soldan tullan əllərindən tut. Öncəsini işi də mən görməliyəm də. Tullan, itin balası vurun. Yaxşı. Dayan. Bir sualım var. Birdən mən girdiyim tərəfdə əlləri yox, ayaqları oldu və mənim tiki. İlqar girdiyi tərəfdə ayaqları yox, əlləri oldu. Damızda. 2, 3. Bizim evimize gitmişsin ha? Vurun! Başından! Başından! Vurun onu! Ha İlga, vur başından! Başından vur İlga! Vur! Ha, bizim evimize gitmişsin! Yaka, yatma fikrin yoxdur? Var. Bir anda soruşmaq ayıb olmasın. Niyə bəzənsən? Çünki sizdən fərqli olaraq mən özümə baxan qızam. Vay, bilməmişdim. Sizdən Laka fikirləşir ki, yuxuda gözəl bir oğlanla tanış olacaq. Qorxur ki, onu makyajsız görüb bəyənməsin. Ha! Çox gülməlidir. Pamadamı kim dişləyib? Umka, sən işin olar, 1000 dəfə demişəm ki, bundan ehtiyatlı davran da. O boyda pamadan var, sən pamadan neyinirəm? Ay qız, fikir vermə. Bizim Laka xanım zarafat eləyir. Onka dincəl də. Bəs də yatmaq istəyirəm. Neçə dəfədir sənə demişəm ki, gedə bir dənə kravat alaq. Yox, gərək Onka xanım hər gecə 3 saat raskaladuş qaçar. Gerçəkdən məndən. 1000 dəfə demişəm ki, mənə belə rahatdır. Keçək əsas məsələyə. Qızlar, deyin görüm oğlanlardan ağlınız nə kəsir? Hə, Laka. Nə oldu, bir şey olmamış Laka? Nə bilim, yaxşı uşaqlardır. Görəsən Laka xanımın yaxşı uşaqlardır sözü özündə hansı cəhətləri birləşdirir? Başa düşmədim. Elnarə demək istəyir ki, sən yaxşı oğlanlardır deyəndə nəyi nəzərdə tutursan? Hə, başa düşdüm. Onu da deyim ki, son zamanlar Elnarənin dediyini başa düşmək üçün mənə tərcüməçi lazım olur.
Fikrini tamamlayıb sənə lazım olur. Başqa hamı məni çox gözəl başa düşür. Bla 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 bla. Laka, sualımız cavabsız qaldı. Yaxşı da sizdə. Məncə İlqar da, Rüstəm də, Orxan da, elə Ali Gözdə yaxşı uşaqlardır. Mərdlər, ürəyi təmizdilər, tərbiyəlidirlər. Hamısı yaxşıdır. Bəs ən çox hansı xoşuna gəldi? Hamısı. Yenə də lap yaxşısı. Dedim axı, hamısı yaxşı uşaqlardır. Belə ola bilməz axı. Onlardan hansısa sənin gözündə bu qədər də olsa, o birisindən daha gözəl olmalıdır. Məsələn, Alik. Hə? Hə də, Alika simpatiyam daha çoxdur. Nə olsun ki? Amma mənim Alikdən heç xoşum gəlmir. Uşaqlıqda mən elələrinə Pushkin deyirdim. Bax, heç mənim Matan Orxandan da xoşum gəlmir. Nə olub ha Orxana? Biz uşaqlıqda elənçilərə bıdı deyirdik. Səviyyən olsun Laka. Bıdı nədir? Nə? Səviyyəsiz dedin? Bıdı! Pushkin. Bıdı! Pushkin. Bıdı! Pudel. Sən Alika Pudel dedin? Bağışlayın da kim gecənin bu vaxtı sizə əziyyət verdi. Nə soruşdu? Soruşdu. Nə dedi? Dedim evdən çıxanda blok qaranlıq olub, ayağı ilişib birinci mərtəbə kimi dombalaq aşağı gedib. Anam deyim. Nə bilim, prosta deyindi ki, bu bloklarda nə vaxt işə olub indi olsun. Adiyana, polis çağırmaz. Buna soruşsadı, mən nə bilim deyəcək deməyəcək. Günah səndədir də. Məndə niyə olur? Sən idin də girən kimi içəri. Evimizi oğru girib, mən neçə hiss edirəm. Bəs kim idi oğru belə gəldi, oğru belə getdi ha? Bütün axşamı kim idi mənə oğru ayısına danışan? Sakit olun. Əsas odur ki, Orxan salamat olmasa da sağdır. Hə, kişidir də. Kişi döyər də, döylər də. Daha dostları tərəfindən döyülməz. Heç yaxşı olmadı. Sən də. Ah, mən nəsə hiss edirəm. Ah, mən nəsə görürəm. Sərfim var. Kim idi 1-2-3 mən onu it balası kimi əzəcəm ha? Kim idi? Əkşi bəsdir. Nə deyirəm? Səhər Orxan oyanar, araşdırarıq görək kim düzdür, kim səhvdir. İndi keçdim, mən gedirəm. İlqar nə edib sən? Hələ belə danışdın? Ay yox, atamın katibəsi zəng eləmişdi. Ova, ya maşallah. İstəsən ha. Yaxşısan. Bu sən fikirləşdiyindən deyil. Atamın katibəsi zəng elədi, dedi ki, gözləyim xəttə, xahiş elədi ki, gözləyim. Sonra atamla calayacaq məni. Mən də başladım gözləməyə. Gözləyəndə də bir dənə xəttə musiqi gedir, əla bir dənə musiqi. İlqar, yəqin ki, hadisəni bu qədər detallı danışmaqda məqsədin bizim səbrimizi sınamaq deyil, ha? İlqar keç də, keç əsas məsələdir. Sonra atam dəstəyi götürdü. Elə də olmalıydı da, sən gözlədin ki, Monika Bellucci götürəcək. Ha, mumla da. Hə, İlqar, tamam, danış. Ha, atam dəstəyi götürdü, dedi ki, salam oğul, necəsən? Gör nə deyib? Necəsən? Heç kim onu fikirləşə bilməz deyə. Görsən kişi nə demək istəyir, ha? Bəstirin də. Nə? Başqa nə deməliydi bəyəm? Siz başa düşmürsünüz? Atam mənə ömrümdə birinci dəfə salam oğul necəsən deyib başa düşürsən nə deməkdir. Özü də səsi elə doğma idi, elə əziz gəlirdi səsi. Elə bil heç atam deyildi. Alik, sən o nə vaxtsa 3D-də Hind kinosuna baxmısan? Yox. Yox. Bax. Hə, söhbəti belə elə adam. Sonra dedi ki, sabah səhər dostlarımdayıq, gəl qaraja. Dedim hansı qaraja? Dedi ki, özün yaxşı bilirsən hansı qaraja. Mən də gözlədim, sonra nəsə deyəcək, qoydu telefonu yerə. Elə bu. Qaraj haqqında sən demisən onu? Yox, mən deməmişəm. Ancaq ki, istəsə bunu öyrənmək onun üçün problem deyil. Yaxşı, səncə niyə görə bizim hamımızın oraya yığışmağımızı istəyir? Nə bilim, bəlkə təzə dostlarımla tanış olmaq istəyir. Axı öyrəşib bütün ömrü boyu mənim həyatımı nəzarət altında saxlamağı. Getməliyik. Əlbəttə getməliyik. Bu bizim idi? Bir təhər apararıq da.
Qızlar da gələcək. Ha, gəlməlidir, qızlar da gəlməlidir. Onda gələcəyin vur. Yatmamış xəbərlərinə. Alo. Laka. Alo Umka. Nə oldu be orada? Sevinç. Alo. Alo. Yaman səs küydü. Elə bil oğru girib evlərinə. Nə? Oğru. Deyirəm Laka, səndən heç gözləməzdim. Adam rəfiqəsinə də əl qaldırar. Bəsdir də, onun adı keçən keçdi. Düzdür. Yığışdırım söhbəti. Məncə rəfiqələr küsər də, barışar da. Amma öz aramızda Laka. Biz olmasaydıq boğacaqdın Umkanı. Umkanın da cırmaqları pis deyil ha. Hə də, Umkanın cırmaqlarını izini itirmək üçün səhər bir ovuc tanali sürtmüşəm üzümə. Güya heç adi günəş talallı vurmursan da. Əbdurrahman müəllim, zəhmət olmasa bizə çay verərdiniz də. Neçə dənə? Adama bir dənə. Əşi onu başa düşdüm. Deyirəm neçə istikan çay verir. Əbdurrahman müəllim, siz say bilmirsiniz? Görmürsünüz burada neçə nəfəri? Adama bir dənə verin də. Əbdurrahman müəllim, 4 dənə çay. Az, nə işin qalıb kişinin? Bəlkə doğrudan da say bilmir. Heç necə bu vetti işləsin sayda bilməsin, hə? İndi öyrənərik, gözləyin. Kızlar, buyurun bu da sizin çay. Çox sağ olun. Əbdurrahman müəllim, Hə. siz neçə rəqəm tanıyırsınız? Necə bəyəm? Yəni soruşmaq istəyirəm ki, neçəyə kimi saya bilirsiniz? Hə, mən 1 milyon manata qədər. Hoppa! O necə olur? Ha, necə olur? Sayım da sən. Sayardınız da zəhmət olmasa. 1 manat, 2 manat, 3 manat, 4 manat, 5 manat, 10 manat, 20 manat, 50 manat, 100 manat. Əbdurrahman müəllim, kifayətdir. Hə. Çox sağ olun. Hə, yaxşı. Tutdunuz da. Deyirəm dəhşətdir. Bu insan sayı deməli pul əskinazı ilə tanıyır, hə? Hər şey görmüşdüm, amma beləsini. Əşi, hələ mənim yadımdan çıxdı. Mən rusca da saya bilirəm. Hə? O necə olur? Bax. Одна рубля. 2 рубля. 3 рубля. 5 рубля. 10 рубля. Hə, Əbdurrahman müəllim. Siz həqiqətən də saymağı bilirsiniz. Çox sağ olun, başa düşdük. Ağız qoy sayım qutarım da axıra qədər. Deyəm də. Bax, 20 rubля. 50 rubля. 100 rubl. Çox sağ olun Əbdurrahman müəllim, çox sağ olun. Yaxşı da. Əla. Sağ ol. Buna nə olub? Bura bax. Bir nəfərlə dalaşmışıq. Nə? Dalaşmısınız? Yəni elə bir güngür var. Əşi, diyan görmür, sən nə danışırsan? Siz nə bilirsiniz dalaşmaq nədir? Siz nə bilirsiniz dava nədir? Mən sizə əsl davanı deyirəm, ha!